Aziz dostlar, Allah can sağlığı versin. Yenə gəlmişik Emin qardaşımızın musiqi dükanına gəlmişik. Gözəl bugün bizim qismət balamıza şunu da veribdir, nağara da veribdir. Yəni, nə lazımdır, biz hamısını Emin qardaşımızdan almışıq. İndi bugün də bizə qəşəng stoykadır, SM57 mikrofondur. Elə bax, bu gözəl nağarandı elə danışmışıq, sağ olsun. Gözəl nağaranı da verir. Yəni, nə lazım olsa, Gəncə şəhəri Xanbağının elə bitişikdir. Xanbağını çıxdınız, görəcəksiniz musiqi mağazası. Hər şeydə var. Bir dənə İsmət bala, nə istəsəz, nə kəndəsindən, musiqiyə aid nə istəsəz aparatından tutmuş hər şey var. İndi bir dənə yoxlayaq görək, ya Allahın adı biraz bizə balacana bunu. Yoxdur da, nə alətinizdən yoxdur. Nə alətinizdən yoxdur, nə özünüzdən yoxdur. Budur. Sizdən yoxdur, keçsinmə gələn. Gəl görüm qismət bala. Gəl görüm, gəl. Allah xeyir versin. Sağ olun. Ya Allahın adı. Bu da bizim, bax gör neçə dənə mikrofon açıbdır. Yəni bir dənə mikrofonla qutarmır. Bakın bax elə ikisi buradadır, ikisini də orada açdı. Yəni 4 dənə mikrofonun hansının ürəyin istəyir onu da götür. Yəni belə olmalıdır. Allah sən var eləsin Emin, sağ ol. Söz səndə. Sağ ol, qismət bala. Razı qaldın? Bəli. Yəni, bu biz birinci dəfə deyil da, bax bu dükana. Yəni, bu nə istəyirik, Allah canına sağlıq versin. Özünün gözəl bir sözü var. Deyildəniz, mənim pulum var, ver, götür get. Pulun yoxdur, götür çıx get. Bəli, Allah var eləsin. Sağ olun. Öpürəm, Allah çox-çox xeyir versin. Emin qardaşım, qadan alaram. Allah sağcan sağlığı versin. Bax, keçən dəfə də o fitlərdən bir dənəsini gəldi, bizim Rəhəm mala götürdü. Verdin. Allah xeyir versin. Əla, sözüm var. Bir qəşək qoş şapalaq sal, bəkən oynadım. Əla. Ya Allahın adı, ya Allah. Budur var gözəl.